Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arzum 999 ləqəbli tiktoker İlduyza Hacıyevanın anası və evladları video yayıb. Axşam Nöqtəsi xəbər verir ki, İlduyza Hacıyevanın anası videoda qızı üçün yardım istəyərək onun günahsız olduğunu iddia edib. Tiktokerin böyük qızı Naibə isə anasının yoxluğunun onlar üçün ağır olduğunu vurğulayıb. Bizə anası çox çətindir, qardaşım autizmlidir deyə o bildirib. Leyla xanım, sizdən çox xahiş edirəm, mənim qızıma kömək olun. Mənim qızımın heç bir suçu yoxdur, heç bir suçu yoxdur. Onu 7 aydır saxlayıblar orada. Xahiş edirəm, bizə kömək eləyin. O həmişə burada bayrağını qaldırıb, vətənini sevəndir, mən onu burada saxlaya bilmirəm. Vətən deyib, vətən eşqinə yaşayanı, nə olar kömək eləyin, qurban olum sizə. Leyla xanım, biz sizdən kömək istəyirik. Mama o şey 7 aydır bizimlə deyib. Bizə çətin düşürür maması. Mamanı bir gün aparıblar. Sizdən xahiş edirik, sizdən yardım istəyirik. Kardeşimin de otizmi var. Onda mamayası lazımdır.